İsmayıllı rayonunda ağır avtoqəza olub. Nibs 24 az xəbər verir ki, Qaraməryəm İsmayıllı Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əskərovun idarə etdiyi vazmənfi 2115 markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə qız hadisə yerində ölüblər. Həmçinin avtomobildə olan 21 yaşlı Rahid Qurbanov, eləcə də 5 yaşlı qızla 7 yaşlı oğlan xəsarət alıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır. Reportaj 10-19 bugün saat 5:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol nəqliyyat hadisəsi səbəbilə 3 nəfər, 2 kişi, 1 qadın İsmayıllı rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Nevski azın sorğusuna cavab olaraq İsmayıllı rayon mərkəzi xəstəxanasından məlumat verilib. Yaralılara bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.